Dedin ki, insan övladları tərəfindən dəyər görəndə, həyat yoldaşı tərəfindən dəyər görəndə xoşbəxt olur. Övladların tərəfindən sənin verdiyin dəyəri görə bilirsənmi? Mən öz evladlarım tərəfindən bəli, dəyəri görürəm. Amma belə deyim də, yəni bəzi məcburiyyətlər var ki, o sınırı aşa bilmirsən. Ona görə elə sən də, mən də bu yaşımızda belə bəzi şeylərə məcbur qalırıq, bəzi xoşbəxtliklər üçün. Mən də sayğı duyuram, amma dəyər deyəndə, bəli, mən bu günə qədər mənim evladlarım heç vaxt səsini ucaltmayıb mənə məsələ. Heç vaxt belə deyim, yəni heç yanlış bir fikir eşitməmişəm. Təbii ki, olanlar hamının həyatında olur. Amma sayğısızlıq, tərbiyəsizlik, sonra necə deyim, hörmətsizlik görməmişəm. Bir nəvən də var. 2. 2 oldu artıq. 2-dir. Hə, Allah saxlasın. Sağ ol, sağ ol. Gördün nəvələrini? Görmüşəm. Bu söhbətə girməyək. Bilirsən ki, dedim sənə. Görmüşəm buradan, yaxşıdırlar, böyüyürlər, xoşbəxtdirlər. Kənardan görsən, yoxsa yaxından görə bilirsən? Görmüşəm də lazımlı şəkildə. İndən sonra daha da yaxından görməyə çalışıram, çalışacağım da. Mən istədiyim hər şeyi, belə deyim, istəsəm əldə edə bilərəm. Demək ki, hər şeyin vaxtı var. Səbinə, bunu da soruşum, sonra başqa mövzulara keçərik. Bu ətrafında bu cür qalmaqallar oldu da. Yəni xoşa gəlməz qalmaqallar oldu. Övladların tərəfindən bununla bağlı, o mövzularla bağlı sənə nəsə zəng gəldimi, nəsə dedilərmi, irad və yaxud? Yox, zəng gəlmədilər. Sadəcə ikisi də hiss etdim ki, küstülər. Keşkə bu şeylər olmamalıydı. Amma mən onların anasıyam, onlar məni yaxşı bilirlər. Belə deyim, yəni heç bir şəkildə iradlarını bildirmədilər. Sadəcə oğlum özünü biraz pis hiss etdi ki, niyə mənim anam haqqında bu sözləri deyirlər? Bu məsələnin təmizliyinə inanıram, dedi. Qızım müdaxilə eləməyə çalışdı mı oğlun? Adətən oğul evladları anıya daha bağlı olurlar. Ananın adı ilə bağlı olan mövzularda çox həssas olurlar. Adətən mənim işimə qarışmırlar heç biri. Bizdə belə bir şey var, çərçivə var da. Yəni mən deyib gülə bilərəm, biraz şıltaq bir xanımam. Belə deyək. Amma mən evdə çox ciddi bir insanam. Həddindən çox ciddi bir insanam. Yəni atam, anam, qardaşım, bacım belə məsələ bir söz deyəndə, yəni ki, düşünərək deyirlər ki, reaksiyası sərt olacaq da. Ona görə də yəqin ki, əgər belə bir şey olubsa, mənim xəbərim yoxdur. Oğlum, yəni hiss elətdirmədi. Yox, hiss elətdirmədi. Övladlarından danışanda gözlərin dolur həmişə. Mən özüm müğənniyəm, Əbdül. Mən xətrimi yəqin ki, çox istəyirsən. Əlbəttə ki. Mən də sizin xətrinizi çox istəyirəm. Ora mənim qırmızı çizgimdir. Orayı aşmayaq. Mən çalışıram ki, gördüyün kimi bildim. Yəni cavab verməyəcəm o suala. Çünki nəyə görə hər o suala cavab verdikcə daha çox başım ağrıyır, daha çox yavaşlayıram, ruhum yorulur, enerjim düşür. Ondan sonra nə bilim, evə gedirəm məsələ saatlarla tək qalıb ağlayıram. Mən baxıram, görürəm ki, mənə xeyir vermir də, belə deyim, bu sualları eşitmək. Ona görə də qısa olaraq məlumat verdim ki, hər şey qaydasındadır, hər şey yaxşıdır. İnşallah ki, oğluma da payız toy edəcəm. Nə gözəl. Dəvət edəcəm, bütün show biznes orada olacaq. Bu Allah xoşbəxt eləsin. Gözəl bir sonluqla bu barəsində, yəni artıq sonlandıraq, danışmayaq. Sonlandıraq. Tək hər şey gözəl olsun, hər şey ürəyincən olsun. İnşallah. Dedin ki, evə gedirəm, tək qalıb ağlayıram. Ən çox səni tək qalanda ağladan nə olur? Çox şey var, ürəyim. Çox şey var, çünki nə deyim, çox incinməsən, çox o qədər incidiblər gözəl, səni. o qədər şən görsədirəm, deyirəm, gülürəm, oynayıram. Hamı elə bilir ki, dünya aləm vecimə deyil. Amma hər gülər üzün arxasında bir kədərli göz dayanır. Çox qəlbimə dəydilər. Həddindən çox haqqıma girdilər bu son dönəmlərdə. Bir şey deyəcəm. Buradan qoy hər kəs də bunu eşitsin.
Əgər bir dostun səni satırsa, sənə, ya bir dostun səni ona satırsa, bil ki, səni çoxdan satıb.